Gözəl bir söz var. Əs-sahibu sahibun. Oturup durduğun adam çəkicidir. Dost gördüyün adam çəkicidir. O səni ya cənnətə çəkəcək, ya da cəhənnəmə. Nə qədər qardaşlar, təqvalı, imanlı insanlar olub, oturup durduqları insanlar bunları azdırıblar. Bunları şəhvətə qərq eliblər. Bunları şübhəyə qərq eliblər. Onları haqq yoldan yayındırıblar. Onlara nəyişə çəkmək, içki içmək, zina etmək, fahişəlik etmək, oğurluq etmək, pisliklərin içində üzməyi öyrədiblər. Nə qədər insanlar var ki, gözəl ailələrdən çıxmağına rağmen oturup durduqları insanlar bunların dünyasını və ahirətini zayi ediblər. Çalışın bu şeydə oyanıq olun. Allah verən ömrü xeyrinizə dəyərləndirin. Bəlkə də sabah bunu dəyişdirmək istəsən, bir də sənə bu həyatda fürsət verilməyə bilər. Uca Allah cümləmizi xeyirli bəndələrindən eyləsin.